Ukrayna Təhlükəsizlik Xidmətinin hücum dronları Xəzər dənizindəki Lukoylin neft hasilatı platformalarına ikinci hücumunu həyata keçirib. Bu barədə Ukrayinska Pravda və Union nəşrləri Ukrayna Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb. Məlumata görə Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin uzaq mənzilli dronları artıq 11 dekabrda bir dəfə zərbə endirilmiş Xəzərdəki Filanovski yatağındakı neft hasilatı platformasına ikinci hücumunu həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, Korçagen yatağındakı ikinci platformada zərbə alıb. Hücum nəticəsində hər iki buca davamlı platformadakı vacib avadanlıqlara ziyan dəyib və onlarda istehsal prosesləri dayandırılıb. Hər iki obyekt Lukoyl Nijnevolsk neftə məxsusdur. 2000-ci ildə kəşf edilən Yuri Korçagen neft və qaz kondensat yatağı Xəzər dənizi şelfinin şimal hissəsində, Həştərxandan 180 km aralıda yerləşir. Açıq mənbələrə görə yataqda çıxarıla bilən ehtiyatlar 28,8 milyon ton neft və 63,3 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Orta hesabla yataq gündə 223 min tondan çox neft hasil edir. Ukrayna Təhlükəsizlik Xidməti Filanovski yatağının Rusiyada və Xəzər dənizinin Rusiya sektorunda ən böyük kəşfiyyat olunmuş yataqlardan biri olduğunu vurğulayıb. Bloomberg'in məlumatına görə uzun mənzilli dronlar yataqda fəaliyyət göstərən platformaya ən azı 4 dəfə zərbə endirib. Yataqdan neft Xəzər boru kəməri konsorsiumu vasitəsilə ixrac olunur. Agentlik mənbəyi hücum nəticəsində yataqdakı 20-dən çox quyuda hasilatın dayandırıldığını bildirir.